salam. Hello lovely student. Bugün biz bəzi qida adlarını öyrənəcəyik ingilis dilində. Today we will learn some foods name. First of all, hər şeydən öncə birincisi biz yağ öyrənirik. Yağ, butter, yağ. İkinci pendir, cheese, pendir. Olives, zeytun. Egg, yumurta. Sandwich, honey, bal. Marmalade, marmelad, cem, bax bu tipli şeylər. Milk, süd. Tea, çay. Coffee. Apple, alma. Bread, çörək. Soup, bildiğimiz şorba, sup da diyen var, şorbada. Fish and chips, balıq və yanında da chipslər. Chips kartoşkadan olan çubuqlardır. Water və yaxud water. Amerikanlar water, Britishlər water. Salad, salatdır, bildiğimiz salatdır. Yogurt onlar qatığa, səhv eləmirəmsə qatığa deyir. Biz yogurt qatıqdan hazırlanan, süddən hazırlanan xüsusi bir məhsul var. Biz ona yogurt da deyirik. Qatıq da, bizdə qatıqdır, onlar da yogurt deyirlər. Pasta bu adətən İtalyan mətbəxinə aiddir. Makarondan hazırlanır. Makarona əslində deyirlər. Fransızlar pasta şirniyyata deyir. İngilislər isə buna deyir, makarona deyir. Cupcake bildiğimiz biz balaca keklər bişiririk. Bax odur. Lemonaddır. Limonad. Yəni biz hazırlayırıq, biz limonad deyirik. Thanks for listening and watching. Təşəkkür edirəm izlədiyiniz və dinlədiyiniz üçün.